Yenə deyin, Azərbaycan ədəbiyyatından. Azərbaycanda roman yazan yoxdur. Bədii ədəbiyyat. Roman yazan yaxşı yoxdur. Bir dənə Məmməd Səid Ordubadinin Qılınc və Qələm, Dumanlı Təbrizini oxumuşam, Bakı gecələrini oxumuşam. Onlar üçlük romandır. Mən üzr istəyirəm. Biz niyə poeziyada daha güclüyük? Poeziya, şeiriyyət bizimdir. Niyə biz məhz bu istiqaməti daha güclüyük? Mənim öz təfəkkürüm var bu barədə. Bizim qızlarımız hamısı müğənni olmaq istəyir. Bütün kişilərimiz də şair olmaq. Bilirsən, Mayla gəlir ki, Makedoniyalı İskəndər bu şairləri də, müğənniləri də yığıb ki, bu Səlcuqları gedib nə Türkiyə qarşı müharibə eləmək istəyir, gedir. Gəlir, görür ki, bunlar elə biri oxuyur, biri nə qılınc tuta bilir, bunlar heç neylə deyil, çörək yeməklə məşğuldur, oxumaqla, nə bilim, müğənni çalır, oxuyur, bunlar da şiirdir. Bundan müharibəni qələbə qazanmaz. Deyir, siz burada qalın Azərbaycanda, gəlib sohbadan aparacaq. Deyəsən, bizim atamız şair olub, el anamız da müğənni oldu. Rəsməm, xaricdə təhsil proqramı niyə dayandı? Yadınızda var idi. Niyə dayanıb, kim dedi? Yəni, tələbələr göndərilirdi. Bilirsən, dayandırılmıyor bu. Bu rektordan asıldı. Yəni, fərdi olaraq gedirlər də artıq. Yəni, fərdi olaraq. Bir proqram var idi. Var idi. Onlar bir son hədətərli. Onlar bir-birini, mən sənə deyim ki, müqavilə bağlayırdılar iki rektorlar arasında. Bizimkilər gedirdi, Türkiyədə oxuyurdu, Almaniyada oxuyanlar vardı. Hələ rəhmətli bizim Heydər Əliyevin dövründə 800 nəfər birdən Rusiyaya göndərdi. Bəli. Düzdür. Bəli. Amma təkcə Rusiya, indi bütün hər yerə müqavilə ilə hamısı. Bir Gədəbəyli ilə musiqi haqqında danışmasaq olmaz. Azərbaycanlıların yaratdığı 3 möhtəşəm musiqi əsəri. 3 möhtəşəm kompozisiya. Hamısı. Üzeyir Hacıbəyovun Koroğlu operasından Üvertura. İkincisi, Fikrət Əmirovun Şur muğamı. Aha. Ruhani. Ya sarı gəlin. Saz. Ozan yaradıcılıq, ümumilikdə. Ümumilikdə Ozan yaradıcılıq. Mən sazsız yaşaya bilmərəm.